Salam, hər vaxtınız xeyir olsun. Yaxın 30 dəqiqə ərzində mən sizlərlə olacağım. Təbii ki, qonaqlarımızla bir yerdə hər birimizin bilməsi vacib olduğu mövzu ətrafında söhbət açacağıq. Xatırladım ki, qonaqlarımız Gənclər İdman Nazirinin sektor müdürü Fuad Babayev, ASAİF-in sədri Ramin Həkimov, Virtual Qarabağ İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin əməkdaşı Rəşad Zeynalov və Azərbaycan Tələbə Gənclər Təşkilatların İttifaqının Qarabağ Mərkəzinin rəhbəri Vəliağa Vəlizadədir. Hər biriniz bir daha xoş gəlmişsiniz. Mövzumuza uyğun olaraq onu demək istəyərdim ki, 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə Erməni Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinə hücum olunur və xüsusi amansızlıqla soyqırım həyata keçirilir. Və bu soyqırımın hadisələrinin də dünya ictimaiyyətinə çatdırılmasında hər il müxtəlif tədbirlər həyata keçirilir, istər ölkə daxilində, istər ölkə xaricində. Bu tədbirlər haqqında isə siz irəliləyən dəqiqələrdə Xəbər rubrikasında izləyəcəksiniz bu tədbirləri. Amma istərdim əvvəlcə mən elə qonaqlarımızla bir yerdə onların təmsil etdiyi qurumların bax bu soyqırım hadisələrinin tanınmasında keçirdiyi tədbirlərdən danışaq. Bir daha hər birinizi salamlayıram və istərdim Fuad müəllim sizdən başlayaq. Sizin qurumun fəaliyyətindən, Gənclər İdman Nazirliyinin bu yöndə keçirdiyi tədbirlərdən. Mən ilk öncə Nazirlikdən öncə bu istiqamətdə görülən bir-iki işləri xatırlatmaq istərdim. Bilirsiniz ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə artıq 2008-ci ildən start götürmüş Xocalı Ədalət kampaniyası geniş miqyasda bütün dünya üzrə həyata keçirilir. Bu kampaniyanın həyata keçməsi əsas məqsəd Xocalıda baş verən hadisələrə mənəvi, hüquqi, siyasi qiymətin verilməsinə nail olmaqdır. Qeyd edim ki, artıq bu kampaniya çərçivəsində 50-dən artıq ölkələrdə müxtəlif kütləvi tədbirlər, konferanslar, beynəlxalq təşkilatların ofislərində müxtəlif dərin masalar keçirilmiş, müzakirələr aparılmış, eyni zamanda sərgilər keçirilmiş, beynəlxalq kitabxanaların şəbəkəsində Xocalı ilə bağlı, ümumiyyətlə Qarabağla, Ermənistanın Azərbaycana işğalı ilə bağlı müxtəlif kitablar, sənədlər yerləşdirilib və qeyd edeyim ki, bu kampaniyanın əsas icraçı qurumu İslam Konfransı Gənclər Forumudur. Bu forumun vasitəsilə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirliyinin toplantısında, eyni zamanda Mədəniyyət Təhsil Nazirlərinin, eyni zamanda Xarici İşlər Nazirlərinin sessiyalarında Xocalı ilə bağlı müzakirələr aparılmış və onların yekun sənədlərinə Xocalının məhz soyqırım kimi tanınmasına bağlı yekun sənədlərində qeydlər aparılmışdır. O ki, qaldı Gənclər və İdman Nazirliyinin bu sahədə keçirdiyi fəaliyyətə. Gənclər İdman Nazirliyi tək bir gün yox, il ərzində istər gənclərin Xocalıda baş verən hadisələrin, gənclərin vətənpərvərlik tərbiyəsində istifadə olunması, onların aşılanması, gənclərə çatdırılması, bu bizim bir yaddaşımızdır. Bu erməni vəhşiliyi tərəfindən Azərbaycan tarixində ən qəddar və böyük bir terror hadisəsidir ki, bunu gənclərimizlə mütləq ölkə xaricində tanıdığı kimi, ölkə daxilində də bunun yeni nəsil aşılanması çox vacibdir. Bununla bağlı olaraq müxtəlif istər görüşlər, istər dərin masalar, istər gənclər təşkilatların layihələrinin dəstəklənməsi, müxtəlif flash moblar, istər onlayn formada gənclərin maarifləndirilməsi, hətta gənclər vasitəsindən elektron banerlər hazırlanaraq müxtəlif beynəlxalq təşkilatlara göndərilməsi, istər elektron hücumların, e-mail vasitəsində məlumatların göndərilməsi. Bir sözün bütün mümkün imkanlardan mübarizə davam etdirməklə yanaşı, eyni zamanda bunun tanınması çox vacibdir. Həm ölkə, həm də ölkə xaricində, daxilində və xaricində. Gənclər İdman Nazirliyi təbii ki, üzərinə düşən bu istiqamətdə işləri tək yox, Gənclər Təşkilatların əməkdaşlığı çərçivəsində, müxtəlif dövlət qurumlarının əməkdaşlığı çərçivəsində bu fəaliyyəti həyata keçirilir. Çox gözəl. Ramin, sosial şəbəkələrdə paylaşımlar edirsən və müxtəlif ölkələrdə artıq tələbələrin Xocalı hadisələrlə bağlı keçirdikləri yürüyüşlərdən məlumat verirsən. İstədik bu barədə danışardın, harada keçirilib bax bu Xocalıya bağlı təbliğatlar? İlk öncə onu deyim ki, Xocala aid mənim həyatımda qoşulduğum ilk tədbir, ilk aksiya 2008-ci ildə Londonda baş tutmuşdu və orada bir 30-40, yəni 50-yə dək olan bir gəncin ilk toplaşması idi.
və o da bizim, yəni mənim və dostların, orada təhsil alan gənclərin ilk təcrübəsi idi. Lakin ən azından keçən ilki aksiyanı nəzərdə tutsaq və bu il baş tutan 22 fevraldakı London aksiyasını görsək. Parlament binasının qabağında səfər. Bəli, Böyük Britaniya parlamentinin önündə baş verir. Biz keçmiş illərdə Trafalgar meydanında toplanırdıq, yəni tarix, National Gallery deyirlər və sülhpərvər bir yürüyüş, sülh məramlı bir yürüyüş. O yürüyüşə əlimizdə pankartlar, plaketlər, yazılar tutmaq, bayraqlar tutmaqla 500-dən artıq bir gəncin bütün yol boyu, ondan sonra biz Böyük Britaniyada baş nazirin evinin önündən keçirik, Downing Street deyirlər, nömrə 10. Onun da önündən keçərək biz gedirik Böyük Britaniya parlamentinin önündə dayanırıq və orada öz şüarlarımıza səsləndiririk və ən nəticədə də sonda himnimizin səslənməsi ilə aksiyamız daim başa çatır. Bu aksiyanın icazə alınmasında heç bir problemlər, yəni əslində olur. Ona görə də bu öncədən planlaşdırılmış bir iş olur. Biz aylar öncədən London Metropol Polisi deyirlər, yəni mərkəzi polis ofisindən rəsmən başvuru olur, ziyarət olunur və orada application form, yəni ərizə forması doldurulur və ondan sonra biz onlardan cavab gözləyirik ki, bizə icazə verirlər ya yox. Çünki sadəcə yerlə bağlı icazə verildikdən sonra sənin yerimə qaydan da var, orada durma qaydan da var. Yəni əlində bir şey tuta bilərsən və yaxud da yox, bayrağı necə tuta bilərsən. Yəni ümumiyyətlə qanunvericilik çərçivəsində aksiyalar legal şəkildə aparılır. 22 fevralda Londonda oldu və əslində keçən il olmuşdu ilk dəfə, amma bu dəfə biz daha bunun yaxşısını təşkil edə bildik. Xüsusilə oradakı SAIF-in koordinatorları və yeni üzvlər vasitəsilə nə etdik? Biz ondan artıq ölkədən müxtəlif beynəlxalq, yəni əcnəbi dostlarımızın gəlişini təmin edə bildik və təmin edə bildik deyəndə biz yəni dəvət etdik. O insanlar bu aksiyadan təbii ki, xəbər tutduqları zaman, yəni bunlar Azərbaycanın dostlarıdır. Çünki müəyyən mənada beynəlxalq səviyyədə millətlərin də öz dərdləri var və onlar bir, belə deyək, sülh üçün, ədalət üçün, ədalətin bərqərar olunması üçün və bu ağrını, bu acını özləri də yaşadıqları üçün bizim səsimizə səs verdilər və bizim dostlarımızın qoşulduğu aksiyada onlar da öz bayraqları ilə qoşuldular. Burada çox müxtəlif bayraqlar var. Böyük Britaniya var, Türkiyə var, İran var, Əlcəzair var, Qazaxıstan var, Rusiya var, Gürcüstan var, Braziliya var, İtaliya var. Yəni müxtəlif ölkələrdən insanlar öz bayraqları ilə gəlib aksiyaya qoşuldular. Xocalı hadisələrində ildən ilə soyqırım kimi tanıyanların ölkələrində sayılır, Peru, Kolumbiya, Meksika kimi, Amerikanın bəzi ştatları kimi ölkələrində daxil etmiyorlar. Yəni bu da lobiçilik, ümumiyyətlə sizin təşkilatları kimi təşkilatların da fəaliyyətini müsbət dəyərləndirmək olar bu yöndə. İstəyərdim Tələbə Gənclər Təşkilatının bax bu yöndə keçirdiyi tədbirlərdən danışaq. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Xocalı soyqırımı 20-ci əsrin sonunda ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş növbəti faciələrdən, soyqırımlardan biridir və biz də Virtual Qarabağ mərkəzi olaraq bu il ərzində iki belə bir tədbir etmişik və bizim ilk tədbirimiz Virtual Qarabağ olaraq öz ofisimizdə xarici tələbələrlə bir görüş keçirildi fevralın 19-unda. Əsas məqsəd Azərbaycanda təhsil alan xarici tələbələrin bu soyqırımla bağlı məlumatlandırmaq və onların öz mövqeyini bilmək olmuşdur. Və daha sonra isə digər bir tədbirimiz isə Azərbaycanda ilk dəfə olaraq biz Talk Fusion proqramı almışıq və bununla da biz xarici və beynəlxalq e-maillara video e-mail göndəririk. Burada əsas məqsəd yenə Xocalı soyqırımına diqqəti çəkməkdir və bu 21 fevralda təşkil etdiyimiz bu aksiyada isə biz 30.000 e-maila həmən video e-maili göndərdik. Səncə ölkəmizdə təhsil alan qeyd etdik ki, xarici tələbələrə buradan nümayiş etdirir. Onların bu barədə məlumatlıdırlarmı kifayət qədər? Ümumiyyətlə onlar bu münaqişə haqqında məlumatlıdırlar, amma detallara vardıqda isə biz gördük ki, onlara hələ də nələrsə öyrətmək və çatdırmaq lazımdır və biz də öz ofisimizdə onlara gəldikdə təklif etdik onlara. Bizim elektron kitabxanamız fəaliyyət göstərir və onlar çox diqqətlərini çəkdi və təklif etdik ki, onlar boş vaxtlarında gəlib burada maraqlana bilər və biz hər bir kömək etməyə hazırıq. Yəni bu qədər kifayət qədər maraqları var. Bəli, maraqları var. Təşəkkürlər. Vəliağa, sənlə söhbətə davam etdirmək istərdim. Qarabağ mərkəzinin rəhbəri kimi sizin layihələrinizdən. Biz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Qarabağ mərkəzi olaraq 10 tələbə bir arada birləşmişik və biz tələbələrin məqsədi gənclərimizdə vətənpərvərlik hissi oynadılması və Azərbaycançılıq ideologiyasının yüksəldilməsi istiqamətində və Qarabağın tarixi, mədəniyyəti və işğal olunmuş rayonlarla bağlı dərin masa, seminar, konferans və intellektual və simulyasiya oyunlarının keçirməsindən ibarətdir. Və biz Xocalı soyqırımla bağlı hər universitetdə, ayrı-ayrı universitetlərdə tədbirlər keçirmişik və oradan video saxlar nümayiş olunub. Fuad müəllim, istədim sizlə söhbət davam etdirim. Necə düşünürsünüz? Məhz gəncliyimizlə bir yerdə, bax, istədiyimiz o təbliğatı dünya ölkələrində ictimaiyyətə çatdıra bilirik. Çox yaxşı haldır ki, ümumiyyətlə
hər il ildən ilə istər xarici təhsil alan gənclərimiz, istər ölkədə olan gənclərimiz Azərbaycan tarixində baş verən qanlı hadisələrlə bağlı həmişə hansı bir təşəbbüslərlə çıxış edirlər. Yəni gözləmirlər ki, dövlət orqanları hansı bir fəaliyyət həyata keçirsin və gənclər bu prosesə qoşulsunlar. Yəni, indiki gənclik daha çox sərbəstdir, yəni kompleksiz bir gənclikdir. Yəni, düşüncəsində sərbəst olduğu kimi fəaliyyətində, yəni sərbəstliyi nümayiş etdirək. Xocalı Ədalət kampaniyasının ümumiyyətlə özünün bir elektron resursu, yəni öz saytı var və eyni zamanda o kampaniya vasitəsilə təxminən 141 ölkə tərəfindən 250 min imza toplanmışdır ki, bu da petisiya hazırlanır. O petisiya dünya ölkələrinin liderlərinə ünvanlanacaq ki, həmən ölkələr də Xocalıda törədilmiş hadisələrə hansı bir formada qiymət versinlər. Qeyd edeyim ki, Cənab Prezident bu yaxınlarda Xocalı Ədalət kampaniyasının fəaliyyətini dəstəklənməsindən bağlı bir sərəncam imzaladı. Həmən sərəncama əsasən 2014-2015-ci illərdə böyük bir fəaliyyət həyata keçiriləcəkdir. Bir 30-dan artıq ölkədə müxtəlif sərgilər, xüsusilə də elektron daşıyıcılar vasitəsilə sərgilərin keçirilməsi, eyni zamanda müxtəlif dərin masaların, beynəlxalq təşkilatlarda görüşlərin, tədbirlərin keçirilməsi, bəlkə hansı bir çap məhsullarının, bəlkə hansı filmlərin hazırlanması mümkün ola bilər. Eyni zamanda biz İki Xocalı Ədalət kampaniyasının təxminən bir çox ölkələrdə koordinatorlar var. Hələ bu sərəncam çərçivəsində o koordinatorların fəaliyyətini dəstəkləmək, hansı formada daha da aktivləşdirmək nəzərdə tutulur. Amma xüsusi məsələ biz önəm yetirməliyik ki, 2015-ci ildə erməni lobbi təşkilatları indidən hazırlığa başlayıblar. Erməni soyqırımının 100 illiyinə, yəni qondarma erməni soyqırımının 100 illiyinə hazırlaşırlar. Və mən düşünürüm ki, bizim bu ildən başlayaraq gəlin ilə davam etməklə təbii ki, böyük bir tədbirlər həyata keçirilməlidir. Bəli, məsələn, Cənab Prezidentin sərəncamı açıq buna bir stimullar verdi ki, bizim bu fəaliyyətimiz daha da genişlənsin. Çünki artıq bunun maddi təminatı həll olunubsa, artıq burada tam əməli bir fəaliyyət ortalığa qoyulmalıdır. Və biz düşünürük ki, ümumiyyətlə bu fəaliyyət çərçivəsində gənclərin daha geniş kütləsi mobilizə olunmalı və ermənilərin həyata keçirdəcəyi qondarma soyqırımla bağlı fəaliyyətləri neytrallaşdırılmalıdır. Biz söhbətimizi birazdan davam etdirəcəyik. Hal-hazırda isə Xəbər rubrikamız var və lap əvvəldə qeyd etdiyim kimi Xocalı hadisələrin 22-ci il dönümünə aid ölkə daxili, istərsə ölkə xaricində tədbirlər həyata keçirilib. Məhz bu tədbirləri də siz Xəbər rubrikasında baxa biləcəksiniz. Xocalı faciəsinin ildönümünə həsr olunan bir çox tədbirlər həyata keçirilir. Bu tədbirlərdən daha çoxu isə məktəblərdə, şagirdlər üçün və gələcək nəsillərə bu faciəni unutturmamaq üçün keçirilir. Etiraf edim ki, hardan, necə başlayacağımı bilmirəm. Birinci dəfədir ki, hansısa mövzunu yazmağa bu qədər çətinlik çəkirəm. Çünki bu tədbirdə nə qədər çətin olsa da Xocalı faciəsinə uşaqların gözü ilə baxdıq. Kim qarğadı sənə vətən, hansı alçaq vicdansızdır xəyanəti edən sənə? Şəhidlik əbədi bir həyat demək, şəhidlik əbədi saadət demək, şəhidlik cihaddır ibadət demək, səhv-səhv ibadətə durdu şəhidlər. Hər çıxışda bir şey dəqiq görünürdü ki, məktəblilər bu tədbirə olduqca məsuliyyətli və ürəkdən hazırlaşmışdılar. Xocalı faciəsindən uzun müddət sonra dünyaya gələn bu uşaqların hazırladığı səhnəciklər o qədər təsirli və real idi ki, izləyənlər belə göz yaşlarına hakim ola bilmədilər. Yaşlarının az olmasına baxmayaraq, şagirdlər Xocalıda baş verən dəhşəti, ağrı, acını, düşmən önündə əyilməyən həmvətənlərimizin igidliklərini sanki sözü gedən hadisələrin canlı şahidləri olmuşlar kimi çatdırmağı bacardılar.
isə söz haqqı sabahına güvəndiyimiz, bu hadisələri unutmayıb unutturmayacağına əmin olduğumuz məktəblilərindir. Xocalı faciəsində 613 nəfər ermənilər öldürüblər, uşaqların yarısında əsir götürüblər. 1275 nəfər əsir götürmüşdü. Ermənilər onları, cavanları, qocaları öldürmüşdülər. Onları öldürməklə qalmamış, onların gözlərini çıxardıb dərilərini soymuşdular. Səncə uşaqları niyə öldürmüşdülər bəs? Onlar böyüyəndə onlar da əsgər olacaqlar deyə Azərbaycanı qoruyacaqlar. Biz Xocalı faciəsini heç vaxt unutmayacağıq. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci il dönümünə həsr olunan ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Mahir Nişancı Güllə açılığı üzrə 8-ci Respublika turniri keçirildi. Turnirin əsas məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə daşıyır. Ümumiyyətlə, bu tədbirin layihənin həyata keçirilməsi qərar verərkən biz belə fikirləşdik ki, bu tədbirdə hüzn, deyək ki, nə kədərlənməklə yanaşı, hər halda millətdə bir əhval-ruhiyyəni və hərbi vətənpərvərlik ruhunu yüksəltmək və gənclərimizin döyüş ruhunu yüksəltmək üçün belə bir tədbirlərin keçirilməsi daha əhəmiyyətli olar, daha vacib olar. Sevindirici hal ondan ibarətdir ki, komandaların tərkibində olanlarla yanaşı qızlar da iştirak edir və öncəki illərə nisbətən bu il xanımlarımız daha çoxdur. Bu onu göstərir ki, lazım olarsa, yəni ali baş komandan əmr verərsə, fərq etməz hansı ali təhsil müəssisəsində və ya orta ixtisas təhsil müəssisəsində oxuyan tələbələr olsun. Onlar bir adı altında birləşərək işğal olunmuş ərazilərimizi azad etməkdən həmişə hazırdılar. Tədbirdə müxtəlif universitetlərdən 100-dən artıq tələbə iştirak edirdi. Onlar komanda şəklində yarışırdılar və hər bir iştirakçıya 3 güllə, yəni hədəfə vurmaq üçün 3 şans verilirdi. Tələbələrin hansı nəticə əldə etdiklərini elə özlərindən soruşduq. Nəticələrim belə oldu ki, mümkün qədər çalışdım, yəni deyilən hədəfə nişan alım və belə də pis atış olmadı, amma yəni deyilən mütəxəssis rəyinə görə bu o qədər də yaxşı deyil, amma yəni 20 bal yığdım. Nəticələr məni qane eləməsə də kifayət qədər yaxşı oldu. Nəyə görə? Çünki 3 atışdan sadəcə gördüyünüz kimi birini 10-luğa və digər birini 6-lığa və 5-liyə ata bildim. Nəticələrimi yoxlamağa gedir. Gedək baxaq görək necədir. Həyəcanlıyam. Düzü bilmədim heç nə baş verdi. Baxaq. 8-də eyni yerə nişan almışam. Xəyalət, bunu hədiyyə olaraq verəcəksən. Nişan aldım, sadəcə olaraq 2 də idi. Təbii ki, burada silahın da öz sözünü deyir. Hər idmançı üçün uyğunlaşdırmaq lazımdır. Lakin 3 güllə haqqımız olduğu üçün burada heç bir düzəliş etmə imkanımız yox idi. Yenə də özümə haqq qazandırmıram, yəni bunu bacardım. Bəli, Makxəbər rubrikasında izlədik və keçirilən tədbirlərlə də məlumatlı olduq. Söhbətimizə davam edək. Ramin, sən söhbət açdın Londonda keçirilmiş tədbirlər haqqında danışdın. Amma istəyərdim keçirilən İndoneziyada və Ukraynada və səhv etmirəmsə digər ölkələrdə də keçirilən tədbirlər haqqında ətraflı danışardın bizə. Əvvəlcə onu xatırladım ki, Londonda sadəcə aksiya baş tutmur. Çünki orada ümumiyyətlə Böyük Britaniya daxilində, Exeter şəhərində, Manchester şəhərində, Newcastle şəhərində aksiyalar oldu və universitetlərdə dinləmələr, ictimai mühazirələr keçirildi və Böyük Britaniya parlamentində dinləmələr oldu. Təbii ki, burada səfirliyin də dəstəyi böyükdür. Ondan sonra bu gənclərin gəliş-gedişini təmin etməkdə, onların resursla təminatında, xüsusilə dövlət proqramı iştirakçılarının rolu böyükdür. Yəni Təhsil Nazirliyi və daimi təbii ki, ASAİF-in maddi və mənəvi ən böyük dəstəkçisi Gənclər və İdman Nazirliyi. O ki, qaldı digər ölkələrdə tədbirlər. Bu, Türkiyədə universitetlər nəzdində keçirilir, daim şəhərlərdə aksiya keçirildi. Amerikada bir çox ştatdakı yer alan universitetlərdə bizim ASAİF-çilərin keçirdiyi tədbirlər var. İndoneziyada bizim koordinatorumuzun, bilirsiniz, dünyanın ən böyük ikinci məscidindəki, yəni minlərlə insan önündə Xocalıya aid bir çıxışı etməsi, bir məruzəsi və o insanların ibadət zamanı Xocalı haqqında, Xocalı ədalət haqqında ümumiyyətlə insanların məlumatlandırması bu tarixi və indiyə qədər bəlkə də olmamış və tam fərqli bir istiqamətdə olan fəaliyyət idi. Ondan sonra o parlamentin rəhbəri ilə də görüşdü koordinatorumuz Elmar İskəndarov. Onunla bağlı bütün məlumatları çatdırdı. Hal-hazırda indi Malayziyadadır,
Malayziyada o işləri davam etdirir. Bundan əlavə İsveçrənin paytaxtı Bern şəhərində aksiyamız keçirildi və bu aksiyalar Kanadada davam etdi, Uzaq Şərqdə də, Çində də davam etdi. Dünyanın dörd bir yerində bu aksiyalar davam edir. Bununla bağlı, məsələn, Asayevin bundan öncəki baş katibi Vüsal Qurbanovun əməyi böyükdür. Onun bir yazdığı məqalə artıq Çində universitetlərə, ali məktəblərə dağıtılacaq və elektron formatda kitabxanalardan o müraciətləri əldə edə biləcəksiniz. Ramin qeyd elədi ki, dörd bir yanda bu təbliğat aparılır. Bəs mənə maraqlıdır, orada olan yerli əhalinin buna münasibəti necədir? Yəni onlar da buna gəlib əlavə olaraq məlumat əldə etmək istəyirlərmi, yoxsa yox? İstəyirlər, amma burada belə deyim, bizim 5 il bundan öncəki siyasət və yanaşımımızla, indiki siyasət və yanaşır tamamilə fərqlidir. Dövlət proqramı ilə qəbul olan gənclər, öz hesabına, öz şəxsi vəsaitləri hesabına qəbul olan gənclərlə biz bir qayda hazırlayırıq və onlara getmədən öncə nələr etmək lazımdır, getdikdən sonra nələrlə məşğul olmaq lazımdır. Ümumi psixoloji, sosial bir vəziyyətin hazırlanması ilə bağlı iş görürük. Və bu treninqlər və seminarlar nəticəsində biz çalışırıq onlara deyək ki, hər millətin özünün stereotipləri var və onlara uyğun davranmaq lazımdır. Və artıq, mən yenə vurğuladım, Londonda bundan öncə sadəcə özümüz idiksə, indi artıq ondan artıq ölkənin nümayəndələri bizim dərdimizə şərik qoşulur və istər-istəməz öz haqlarını, öz səslərini bizim üçün istifadə edirlər. Bu, universitetlərdə də belədir, ali məktəblərdə, orta məktəblərdə, parlamentlərdə, yəni parlamentarlarla, Amerikada senatlıqlarla görüş keçirilir. Ümumiyyətlə, yəni müxtəlif ölkələrin rəsmiləri ilə görüşlər keçirilir. Yəni artıq bizim danışma və müzakirə etmə üslubumuz bir balaca dəyişdiyinə görə daha çox qəbul olunur və o insanların Azərbaycana təbii ki, ziyarətləri təşkil olunur. Fuad müəllim də biraz öncə vurğuladı. Yaradılan o resurslardan elektron şəkildə onlara məlumatlar göndərilir, petisiyalar hazırlanır və sevindirici orasıdır ki, bizlərlə bərabər petisiyanı imzalayan şəxslər elə məhz o insanların özləridir. Bilirsiniz, Xocalı aid abidəmiz var və insanların da müxtəlif ölkələrdə abidələri var. Sonra Ukrayna ilə bağlı dediniz. Ukraynada 26 vilayətdə bu tədbirlər davam etdi. Orada SAMU, yəni Ukrayna-Azərbaycanlı Gəncləri Birliyinin, xüsusilə Anar Tayirovun işi ilə əlaqəli. Onlar da müxtəlif regionlarda bu tədbirləri keçirdilər və orada da abidələri ziyarət olundu və s. Yəni bu işlər xaricilər tərəfindən daha çox rəğbətlə qarşılanır. Çünki hər millətin öz dərdi var. Yəni biz ədaləti Xocalı ilə bərabər bütün dünyada baş verən hadisələr üçün istəyirik. Yəni bizi fərqləndirən xüsusiyyətdə məhz bu. Ramin, təşəkkürlər, fikirləri çox gözəl şəkildə ifadə elədin. Sırada isə yenə də Malxəbər rubrikamız var. Bu dəfə isə gəncliyimizdə baş verən digər hadisələri məhz bu rubrikamız vasitəsilə izləyə biləcəksiniz. Xocalı soyqırımı ilə bağlı həyata keçirilən maarifləndirici tədbirlərin qayəsi xalqımızın haqq səsini beynəlxalq arenaya çatdırmaqdır. Elə bu məqsədlə Virtual Qarabağ İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycanda təhsil alan əcnəbi tələbələr üçün Xocalı soyqırımının 22-ci il dönümünə həsr edilən görüş keçirdi. Biz ayın 26-sına qədər bu TalkFusion template-ini göndərəcəyik və bu tədbir davam edəcək. Daha sonra isə 31 mart soyqırımı və bütün rayonların işğalı Kəlbəcərin apreldə, may ayında Şuşa, Laçın və ardıcıl olaraq digər aylarda bütün bu kimi tədbirləri həyata keçirəcəyik. Görüşdə mərkəzin əməkdaşları tərəfindən 1992-ci il Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı həyata keçirdiyi amansız soyqırım aktı barədə məlumat verildi. Elə əcnəbi tələbələr də Xocalı faciəsi barədə bildiklərini bizimlə bölüşdülər. Сама я гражданка Российской Федерации. Mən özüm Rusiya vətəndaşıyam. Bakı Dövlət Universitetinin tələbəsiyəm. Bura gəlməyimizin məqsədi 1992-ci ildə Xocalıda baş verən faciəvi hadisələr haqqında məlumat əldə etməkdir. Xarici tələbələrə təhsil aldığı ölkənin tarixini, faciələrini bilmək vacibdir. Mən Bakıya gəlməzdən əvvəl bu barədə heç nə bilmirdim. Ancaq indi bu haqda nələrsə bilirəm. Bu müharibələr barədə bir çox videolar, filmlər izləmişəm. Bu dəhşətli faciədir. Tədbirdə iştirakçılar virtualqarabağ.az portalı ilə də tanış oldular. Paintball klubu 18 nömrəli məktəblə birlikdə paintball turnirinin nəticəsi olaraq tədbir həyata keçirdi. Tədbirdə məktəb şagirdləri kiçik kompozisiyalar təqdim etdilər. Xocalı faciəsini real olaraq yaşayan insanlarsa həmin gün yaşadıkları hissləri məktəb şagirdləri ilə bölüşdü. Tədbirdə məktəblilər iştirak elədi. Ümumi biz hələlik tədbir
yəni ki, eksperimental bir tədbir olduğuna görə hələlik adam çox az olubdur məktəblər. Cəmi 15 nəfər iştirakçımız olubdur. İştirakçılar arasında paintball yarışı keçirdik, uşaqlar oynadılar, qaliblər təyin olundu. Güman edirəm ki, yaxın gələcəkdə 31 mart Azərbaycanlıların soyqırımla bağlı da böyük tədbirimiz olacaq. Çox yaxşı bir yarış oldu. Ümumiyyətlə, uşaqlar hamısı həvəslə gəlmişdi. Həmçinin Xocalıya dair 2 qat həvəslə gəlmişdi. Yarışın keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hissini artırmaqdır. Qeyd edim ki, turnirdə iştirak edən bütün məktəblilərə fəxri fərmanlar təqdim olundu. Bəli, gəncliyimizdə baş verən digər yenilikləri də Mak xəbər rubrikasında izlədik. İndi isə söhbətimizə davam edirik. Rəşad, istərdim Virtual Qarabağ Mərkəzinin bu il keçiriləcək digər layihələrindən danışardınız. Ümumiyyətlə, Virtual Qarabağ Mərkəzi yeni formalaşdığına görə bizim önümüzdə çox böyük bir missiya var və biz Virtual Qarabağ saytımıza da göstərildiyi kimi biz bütün tədbirlərimizi bir kampaniya altında eləyirik. Bu virtual kampaniyada hər şey Qarabağ üçün, All for Qarabağ və bu yönümdə biz bu il ərzində bir neçə film çəkməyi planlaşdırırıq. Əgər saytımıza baxsanız, Virtual Qarabağ saytında biz artıq Şuşaya virtual səyahət və Tu Qarabağ, yəni Qarabağa doğru filmlərini istehsal etmişik. Təbii ki, özünüz də bilirsiniz ki, bu yöndə film istehsal etmək biraz vaxt aparır və biz planlaşdırırıq ki, gələn il bu zamana və yaxud da bu ilin sonuna artıq bu yönümdə 2 və yaxud da 3 film hazır edək. Bu filmlər dünyada ictimaiyyətə çatdırılır? Bəli, bəli, çatdırılır. Çünki bu filmlər Azərbaycan və İngilis dilindədir və gələcəkdə planlaşdırırıq ki, fransız və ispan dilində bu filmlər tərcümə olunsunlar. Bəli, bəli, istərdim səndən söhbəti davam etdirək. Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının Qarabağ Mərkəzinin fəaliyyəti, gələcək planları haqqında. Biz yeni bir layihə üzərində işləyirik. Layihənin adı Qara Gözlü Qarabağım olacaq və tələbələr öz əl işlərini nümayiş edəcək. Mən Qarabağı necə görürəm və bu layihəni planlaşdırırıq. İnşallah ilin sonuna kimi... Gənclərin aktivliyi nə dərəcədədir bu sahədə? Aktivlik çox böyükdür. Rəssamlar Akademiyası çox böyük aktivlik göstərilir. Mən bayaq söhbətimdə qeyd elədim ki, Xocalı hadisələri soyqırım kimi artıq bir neçə ölkədə, Peruda, Kolumbiya, Meksika, Amerikanın bir neçə ştatlarında artıq tanınıb və ildən ilə də bunu tanıyan ölkələrin sayı artır. Bəs siz bu yöndə fəaliyyətinizi hansı istiqamətdə davam etdirəcəksiniz? Hal-hazırda bizim çox böyük bir layihəmiz icra mərhələsindədir. Məsələn, biz belə bir platformanın yaranmasını düşündük, planladıq və realizə etdik. Belə gedir adı, yəni International Coalition for Peace and Security, yəni sülh və təhlükəsizlik üçün beynəlxalq koalisiya. Bunun yaranma məqsədi odur ki, Azərbaycandan tək asayiş təmsil olunmaqla dünyanın müxtəlif ölkələrindən gənclər cəmiyyəti, ümumiyyətlə cəmiyyətin ən aparıcı gənc liderləri, qüvvələri, yəni bu qeyri-hökumət təşkilatı rəhbərləri ola bilər, bu gənclər təşkilatları rəhbərləri ola bilər, bu parlamentdə təmsil oluna bilən gənclər ola bilər, bu tədqiqatçılar və ali məktəblərdə tələbə cəmiyyətlərinin rəhbərləri ola bilər və ümumiyyətlə yəni müxtəlif cəmiyyətlərin ən nüfuzlu gənclərini Azərbaycana gətirdik və MAQ da artıq bununla bağlı bir xüsusi reportaj hazırlayıb və mənə elə gəlir ki, artıq insanlar, bəli, həmişə olduğu kimi, artıq insanlar bu haqda xəbər tutacaq. Bizim hal-hazırda 15-ə qədər gəncim dostumuz, belə deyək, Azərbaycandadırlar və burada müxtəlif səviyyəli dövlət qurumları səviyyəsində görüşlər keçirilir və o insanlar təbii ki, ümumiyyətlə Azərbaycan haqqında ilkin və dolğun məlumat və Qarabağ reallıqları haqqında məlumatlanırlar və biz burada bir strateji bir iş ortaya qoyuruq və bir sənəd hazırlayırıq və o ölkələrin də iştirakı ilə belə bir koalisiya yaranacaq və koalisiyanın yaranma məqsədlərindən və missiyalarından biri də odur ki, artıq biz müxtəlif ölkələrdə, məsələn Rumuniyada, Fransada, Polşada, İtaliyada parlamentarlarla, oraların rəsmiləri ilə Azərbaycanlı gedib danışmır. Yəni bizim danışmağımız əvəzinə o insanların, yəni öz vətəndaşları, öz gənc liderləri, öz təmsilçiləri danışırlar və o daha effektiv, yəni bu koalisiya orada özü təmsil olunur bir neçə üzvdən və o daha effektiv, daha obyektiv, daha real və daha qəbul olunur. Ona görə də biz bu məqsədlə ATƏT-in məsələn Minsk qrupu konfransları, BMT-nin müxtəlif konfransları,
Avropa Parlamenti və Avropa Şurasının müxtəlif konferansları və müxtəlif beynəlxalq debatlarda bu koalisiya sadəcə Azərbaycanlardan deyil, Azərbaycanlı sadəcə bir nəfər ola bilər, amma yəni 6 nəfərlik koalisiya üzvünün 99%-i xaricilərdən ibarətdir, yəni gənc liderlərdən ibarətdir. Onlar da öz ölkələrinin maraqlarını orada göstərəcəklər və təbii ki, Azərbaycan lehinə, Azərbaycan maraqlarının orada təbliğ olunması və müdafiə olunması missiyasını daşıyır. Və bu koalisiyanın yaranması və bununla da bağlı artıq bizim bir strateji planımız var, bir xəritəmiz, bir yolumuz var və bu yol üzərindən biz işimizi çox möhkəm şəkildə davam etdirəcəyik. Sizin işinizdə uğurlar arzulayırıq. Son olaraq qonaqlarımızın fikrini almaq istərdim bax bu mövzu ətrafında. Mövzu çox gözəl təşkil olunub, çox sağ olun dəvətinizə görə və ümid edirəm ki, gələcəkdə xalqımızın başına bir daha belə faciə gəlməz və biz gənclərdə daha digər bir işlərə yönələrik, nəinki faciələrimizi almağa. Təşəkkürlər. Ramin, sən ətraflı danışdın, əgər əlavələrin yoxdursa? Mən bir daha ümumiyyətlə bütün bu layihələrin icrasında, yenə də bu bildiyimiz kimi koalisiyanın da hər mənada dəstəyini Gənclər və İdman Nazirliyi göstərir. Ona görə mən bir daha onlara təşəkkür edirəm. Həmçinin MAQIM-in başa dəstəyini. MAQIM da hər zamanki dəstəyini, ümumiyyətlə Azərbaycan televiziyasının dəstəyini təşəkkür edirik və sizləri bir daha görməyi arzu edirik. Fadıl müəllim, son olaraq sizin fikirləriniz var. Azərbaycan tarixini yaddaşlara saxlayan məhz insanlardır. Bu insanların ən böyük kütləsi, yəni nəzərə alsaq ki, Azərbaycan əhalisinin 30%-dən artıq gənclərdir. Deməli, gənclər bunun bugünkü məlumatın daşıyıcısı və gələcək nəsli ötürücüləridir. Bugün Xocalı faciəsinin gözü ilə görən gənclər yaşayırlar. Onlar da bu və digər formada gələcəkdə bəlkə koalisiyanın işinə cəlb olunarlar. Bəlkə hansı beynəlxalq tədbirlərdə məhz o gənclər də gedib iştirak edə bilər. Çünki onların verəcəyi dünyaya mesajlar tamamilə fərqlidir. Çünki o bir həyat hekayəsi verəcək. Bu beyinlərə daha çox təsir edəndir, bu insana daha çox düşündürəndir. Məncə ki, biz də təbliğat və təşviqat kampaniyalarında bu cür gənclərdən potensialından və onların hekayələrindən mütləq istifadə olunmalıdır. Sonda təşəkkür edirəm hər birinizə ki, belə vacib mövzu ətrafında bizə qonağımız oldunuz və fikirlərinizi bizimlə bölüşdünüz. Son olaraq isə mən əlavə etmək istərdim ki, hər birimiz bax bu Xocalı həqiqətlərinin dünya çatdırılmasında əlimizdən gələni edək, təbii ki, bacardığımız qədər. Bugünlük efir vaxtımız sona çatır. Verilişlərimizin təkrarını izləmək istəyənlərsə həmişə kimi YouTube kanalımızdan izləyə bilərlər. Təklif və iradlarınızı isə Facebook səhifəmizə bildirməyi unutmayın. Bugünlük isə bu qədər. Hələlik.